Salam, hər vaxtınız xeyir olsun. Bugünkü izahda hazırlıq sınağı 1 Gəncə Frital riyaziyyat və riyazi məntiq suallarına baxacağıq. Riyazi məntiq sualları da aşağıdadır. Hər birindən 15 sualdır, 4-cü sinifə aiddir. Amma 4-cü və 5-ci siniflər işləyib sonra nəticələrinə baxa bilər. Yəni hazırda videonu görürsünüzsə, bu sualları görməmişsinizsə, əvvəlcədən işləyib sonradan cavablarını yoxlaya bilərsiniz. Başlayaq ilk sualdan. Deməli, 253.086 ədədinin mərtəbə qiymətlərinə ayrılışı hansıdır? Birinci sual. Biz bilirik ki, iki hansı mərtəbədə dayanıb? Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. Yəni 2 vurulsun 100 min formasında tapmalıyıq. O da gördüyümüz kimi A, B və C variantlarına uyğundur. D variantında 20 mindir. Sonra 5 hansı mərtəbədə dayanıb? Təbii ki, təklik, onluq, yüzlük, minlik, 10 minlik. 10 minlikdə dayanıb 5 vurulsun 10 min yazmalıyıq. 5 min vurulsun 10 mində 50 min deyir. Ona görə B variantına getdi. Sonra 3 vurulsun təklik, onluq, yüzlük, minlik. 3 minlikdə dayanıb 3 min alınmalıdır. A və C variantları uyğundur. Daha sonra 0. Sıfırın görürsünüz ki, yüzlükdə dayanıb, amma sıfırı 100'ə vursaq 0 alınır. Bunu yazmağa ehtiyac yoxdur. Sonra keçirik 8 onluq. 8 vurulsun 10'dan yaranıb və görürük ki, C variantı doğrudur. A variantında isə 800 yazmışdı, amma 8 onluq mərtəbəsində dayanır deyə 8'i 10'a vurmalıyıq. 6 isə təklik mərtəbəsində dayanır. Ona görə 6'nı 1'ə vurmalıyıq. O da hər bir variantda onsuz da doğrudur. 1 C variantı. Keçdik ikinci suala. Onluqlara qədər yuvarlaqlaşdırdıqda 80 alınan ən kiçik ədədin rəqəmləri hasili neçə olur? Deməli, hər hansı bir ədədi yuvarlaqlaşdırsaq 80 necə alına bilər? Birinci 80-dən böyük ədədlər yazaq. 84, 83, sonra 82, 81 və 80-dən kiçik ədədlər 79, 78, 76, 70, 7 var təbii ki, birinci 77, sonra 76 və 75. Təbii ki, 75 burada ən kiçikdir bizim üçün. Ən kiçik onluqlara qədər yuvarlaqlaşdırdıqda 80 alınan ən kiçik ədəd 75'dir. Daha kiçik ola bilməz. Məsələn, 74'ə düşsək, 74'ü yuvarlaqlaşdırsaq, siz bilirsiniz ki, 70 alınır. Bu olmaz. Elə ən kiçiyi bizim üçün 75'dir. 75 bu ədədin rəqəmləri hasili. Nə deməkdir? 75'in rəqəmləri hasili 7 vurulsun 5 və alınır 35. Cavab A variantı. Keçin növbəti suala. Hesablayın. Hesablama əməli var. Biz bilirik ki, hesablama zamanı əməllər sırasında əməl etməliyik. Yəni necə? Burada əməllər sırasında birinci mötərizənin içində etməliyik. Mötərizə daxilində verilir. 145 bölünsün 20. Daha doğrusu çıxılsın 20 bölünsün 5. Çıxılsın mötərizədə 1000. 2 çıxılsın 987. Birinci mötərizənin içini hesablamalıyıq. 1002'dən 987 çıxanda alınır 15. Daha sonra bölmə əməli var. Bölmə əməlini etməliyik. 20'ni 5'ə bölməliyik. 4. Daha sonra artıq çıxma əməllərini başlamalıyıq. 145'dən 4 çıxsaq alınacaq 141. 141'dən də 15 çıxsaq alınacaq 141'dən 15 çıxsaq 126. Birbaşa hesabladım. Əsas əməl sırasına fikir vermək lazımdır burada. O da mötərizənin içi, sonra bölmə, sonra isə çıxma əməllərini soldan sağa doğru başlayıb etmək lazımdır. 4-cü sual. 18 milyon 20 milyon 18 min 205 ədədinin rəqəmlərlə yazışında neçə sıfır rəqəmindən istifadə olunur? 20 milyon yazında 20'ni yazırıq. Nöqtəni qoyuruq. Sonra 20 milyon 18 min 018 yazmalıyıq. Çünki digər sinifdə 3 rəqəm olmalıdır. Daha sonra 205 bu formada yazmalıyıq. 20 milyon 18 min 205 ədədi bu ədəddir. Və rəqəmlərlə yazışında neçə sıfır rəqəmindən istifadə olunub? Görürsünüz ki, 3 dənə sıfır var. Burada 1, 2 və 3. 3 sıfır rəqəm var. Yəni cavab B variantı. Keçsək növbəti suala. 5-ci sual.
33 kiçikdir A-dan, A da kiçikdir 41 olarsa, A-nın yerinə yaza biləcək neçə tək natural ədəd? Tək natural ədəd deyirsə, biz 33-dən sonra burada 35 görürük, 37 bilirik və 39 bilirik. Artıq 41 olmaz, çünki 41-dən kiçikdir deyir. Və yaxud da 33 də olmaz, 33-dən böyük. 33-dən böyük və 41-dən kiçik 3 dənə tək natural ədəd var. O da cavab C variantı. 6-cı sual. 399.522 ədədini minliklərə qədər yuvarlaqlaşdırmaq lazımdır. Çox sadə bir sual. Deməli, minliklərə qədər deyirsə təklik, onluq, yüzlük, minlik. Minliyin altına xətt çəkirik. 9. 9-un sağında görürsünüz ki 5 rəqəm dayanır. Yəni bu 9 artmalıdır. 1 vahid artmalıdır, 10 olmalıdır əslində. Yəni ona görə bu 1 vahid artanda 0-a çevrilir, sonra digər 9-da 0-a çevrilir, digər 3-də 4-ə çevrilir. Və digər rəqəmlər də 0-a çevrilir, cavab alınır 400.000 və 400.000-in rəqəmləri cəmi neçədir? 4. 400.000-in bütün rəqəmlərini hesablasaq, toplasaq təbii ki 4 alınacaq. Digər sual maraqlı və çaşdırıcı sual. Ən böyük rəqəm ilə ən kiçik rəqəmin hasili. Biz rəqəmləri tanıyırıq. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bilirik ki 10 rəqəmimiz var. 10 dənə rəqəmimiz var. Və ən kiçik, ən böyük rəqəm 9, ən kiçik rəqəm isə 0-dır. Hasili deyir. 9 vurursun 0. Təbii ki 0 nəyə vurursun? 0 alınar. Cavab B variantı. Sonra digər maraqlı sual. 6 metr parçanın 1 metr 20 santimetrindən şalvar tikdi dərzi. Daha sonra qalan parçanın eyni hissəyə bölərək 3 dənə köynək. Biz burada nə etməliyik? 6 metrdən, 6 metrin biz bilirik ki 6 metr 600 santimetrdir. Onu çevirək birbaşa 600 və 1 metr 20 santimetrdir isə bilirik ki 120 santimetrdir. 120 santimetr çıxaq. Cavab alınacaq 480 santimetr. 480 santimetr qalıb. Nəyə qalıb? Köynəklərə qalıb. 3 köynək deyir. 3 köynək deyirsə 480-i bölürük 3-ə. 480-i 3-ə bölsək, belə bölək. 1 3-üm 3, çıxanda 18, 18-in içində 6 3-üm 18 və 0 əlavə etsək 160. 160 santimetr hər bir köynəyə 160 santimetrdə nə deməkdir? A variantı 1 metr 60 santimetr. Daha sonra çıxma əməlində azalanı 20 vaid artırıb, çıxılanı 50 vaid azaltsaq fərq necə dəyişər? Biz bunu bilmək üçün özümüzdən bir çıxma əməli yaratmalıyıq. Məsələn, yəni bu digər yolla da edə bilərik, amma qısa yolundan sadə yolla izahlayacağım. Məsələn, 120 çıxılsın, tutaq ki özümdən ədəd yazıram. 60 bərabər də 60. İndi bu bir çıxma əməlidir bizim üçün. Fərq yoxdur. Siz də başqa bir çıxma əməli yaza bilərsiniz. Çıxma əməlində azalanı 20 vaid artırıb. Azalan 120-dir. 20 vaid artırsaq 140 olacaq. Sonra çıxanı 50 vaid azaltsaq. Çıxılanı isə 50 vaid azaldaq. 60-ı 50 azaltsaq 10 olacaq. Görək yeni fərq necə olacaq? Deməli 140-dan 10 çıxsaq alınacaq 130. Deməli bizim əvvəlki fərqimiz 60 idi. Sonraki fərqimiz isə 130 alındı. Nə qədər dəyişdi? 130-dan 60 çıxanda 70 vaid artıb. Sonra keçək 10-cu suala. Deməli burada sual odur ki 319.045 ədədində hansı rəqəmin mərtəbə qiyməti daha böyükdür? Biz mərtəbə qiyməti bilirik ki, təbii ki başda duran rəqəmin mərtəbə qiyməti daha böyük olmalıdır. Çünki bunun mərtəbə qiyməti 300.000-dir. Məsələn, 1-in mərtəbə qiyməti olar. 1-in mərtəbə qiymətini yazaq bura. 10.000-dir. Məsələn, 9-un mərtəbə qiyməti yuxarıdan yazıram. 9.000-dir. Yəni, mərtəbə qiymətini tapmaq üçün nə edirdik biz? Mərtəbəsində duran, məsələn, 4 mərtəbəsində 4 onluqda dayanıb. 4-ü ona vururduq, 40 alınırdı. Məsələn, 3-ün də mərtəbə qiymətini tapmaq üçün 3-ü vurmalıyıq 100.000-ə, o da daha böyük alınır. 3-ün mərtəbə qiyməti. Yəni, başda duran rəqəmin mərtəbə qiyməti həmişə daha böyük olur. Aşağıdakı vurma əməlində ABCD cəmini tapın. Burada nə etməliyik? Təbii ki, bir-bir başlayıb vurmalıyıq lazımdır. 5-i 5-ə vursaq 25 yazılıb. Təbii ki, 2 yadda 5-i 0-a vursaq
2, yəni 2 yadda idi. 5-i 0 vursaq 0, 2 yadda 2. 5 4-üm 20. Bura yazıram 0. Amma 2 yadda. 5 8-im 40 alınır. Amma 2 yadda deyilsin 42. Artıq bizim üçün o 5 2 10, 4 yadda 14 yazılıb artıq. Boş ver onu. Keçək aşağı 5 6 30, 5 0 0 3 yadda 3 yazılıb. Sonra 6 4'üm 24 2 yadda. Bax bu 6'nı 4'ə vurduq 24 2 yadda. 6 8'im 48 2 yadda var idi. 48'in üstüne 2 50 5 yadda. D 0 oldu 5 yadda. 6'nı 2'ye vursaq 12 5 yaddaydı. Ona görə 12 oldu 17. Bizim üçün ABC'den cəmini istəyir. A 2 alındı, B 0 alındı, C 7 alındı, D də 0 alındı. Rəqəm cəmi isə 9. 12-ci sual 191 dəqiqə neçə saat, neçə dəqiqədir? Təbii ki 191'i bölməliyik. 1 saatimiz 60 dəqiqədir. Yuxarıdan yazaq. 1 saatimiz 60 dəqiqədir. Ona görə 60'a bölməliyik. Görün neçə saat var. 60 deməli 3 6 18 180 eləyir. Çıxanda qalıq 11 qalır. 3 saat 11 dəqiqə. Cavab D variantı. Sonra düzbucağının perimetri 32. Uşaqlar düzbucağı deməli perimetr verəndə düzbucağı çəkirik. 2 eni var. 2 dənə A olsun, 2 dənə də B olsun. 2 dənə də uzunluğu olsun. Perimetri də 32'dir. Uzunluğu 12'dir. Yəni burada B 12'dir. Uzunluq 12 olsa 2 dənə uzunluq olmuş olur bizim üçün. Yəni toplayanda da 24. 24 çıxırıq 32'dən 24. Geridə qalır neçə qalır? 32'dən 24 çıxsaq 8 qalır. 8 qalır amma iki tərəfinə 2 dənə eni var görürsüz. 8 də bölü 2'yə və 4. Hər bir tərəfinə digər iki tərəfinə 4 qalır və enini tapdıq 4 cm. Deməli 14-cü sual. 25.000 25 ədədini 25'e böl deyir. 25.000 25 ədədini necə 25'e bölürük? Burada 25 normal şəkildə 2'nin içində yoxdur 25. 25'in içində bir dəfə. 1 25'im 25 çıxanda 0. Digər 0 yuxarıdan aşağı düşdüyünə görə qismətə 0 yazılır. Sonra digər 2 düşür. 2'nin içində 25 yenə yoxdur. Yoxdursa yenə qismətə 1 0 yazılır. 25'i düşürürük aşağı. 25'in içində 25 bir dəfə. 25 çıxırıq 0. Yəni cavab 1001 alındı. A ədədi 1001'dir. A ədədindəki sıfırların sayı neçə olar? 2 dənə 0 var görürsünüz ki. Və cavab A variantı. Sonuncu sual biraz maraqlı sualdır, biraz çaşdırıcı sualdır. 15-ci sual. 8 milyon 404 min yazıram bura. 8 milyon 404 min 33 ədədində minliklər sinifindəki rəqəmlərin cəmi. Uşaqlar biz sinifləri tanıyırıq ki, bu təkliklər sinifidir. Bu minliklər sinifidir. Bu da milyonluqlar sinifidir. Artıq milyon yazın bura. Minliklər sinifini tapdıq 404. 404'ün rəqəmləri cəmi yazıram bura. 8. Sonra deyir ki, bax minliklər sinifi demişəm. Sonra demişəm ki, təkliklər mərtəbəsi. Bax artıq mərtəbə deyir. Təkliklər mərtəbəsində yalnızca 3 dayanır. Sinifdə 3 rəqəm ola bilər. Baxın burada 3 rəqəm var. Amma sinif deyimir axı. Bizə deyir ki, təkliklər mərtəbəsində duran rəqəmin cəmi. Təkliklər mərtəbəsində 3 dayanıb. Yəni 8 ilə 3'ün cəmi 11 alınır. Cavab C variantı. Keçirik riyazi məntiq suallarına. Deməli 4-cü sinif riyazi məntiq suallarına bir baxaq. Rəqəmləri cəmi 2 olan 3 rəqəmli ədədlərin sayı neçədir? Biz ən kiçik fikirləşsək 3 rəqəmli ədəd dediyi üçün 3 dənə xətt çəkək. Məsələn 1 rəqəmlərin cəmi 2 olmalıdır. 0 110 olar. Sonra 1 0 1 olar. 101 alınar. Başqa 1 ilə başlayan olmaz. Yəni rəqəmləri cəmi 2 olan başqa bir də 2 ilə başlayır. 2 0 0 200 olar. Yəni 3 dənə ədəd var. Rəqəmləri cəmi 2 olan 3 rəqəmli ədədlərin sayı C variantı. Sonra Günel, Aygün, Nazunun eyni sayda qələm var. Məsələn, mən Günelə 10 qələm verəcəm. Aygülə də 10 qələm verəcəm.
Nazlıya da 10 qələm verəcəm. Çünki eyni sayda qələm. Bizə sayını verməmişdi, amma biz misal tapmaq üçün belə bir asan yol etmək üçün belə deyim də hər birinə 10 qələm verdik. Günel, Aygül hər biri Nazlıya 3 qələm verərsə. İndi fikir verin. Günel 3 dənə qələm verirsə digərinə Güneldə qalır 7 dənə. Aygül də 3 dənə qələm verirsə digərinə Aygüldə də qalır 7 dənə. Günellə belə deyim, Aygül Nazlıya 3 qələm verir. Hər biri 3 qələm verirsə Nazlının artıq 16 qələmi olmuş olur. Çünki ikisi də 3 dənə verdi, 6, toplam 6 olur. Nazlının qələmlərinin sayı, 16-dır. Bax, Nazlının qələmlərinin sayı. Günelin qələmlərinin sayından. İndi isə Günelin qələmlərinin sayı. Günelin qələmlərinin sayı neçədəndir burada? Görürsünüz ki, 7 dənə. Nə qədər çoxdur? 16, 7-dən 9 dənə. 9 vay çoxlar. Keçdi digər maraqlı sual. Firtil 82.045-dir. Lira isə neçədir sual. Deməli, burada məntiq nədir uşaqlar? Məntiq odur ki, birinci, baxın, F hərfi, görürsünüz ki, F hərfi. Burada 8 durur. Deməli, F 8-dir. Çox aydındır. Məsələn, digər hərfi başqa rənglə göstərim. Ta ki, qırmızı ilə göstərək. R hərfi ikinci yerdə durur. R 2-dir. Sonra baxın, I, burada yaxşı göstər, I 0-dır. Çox aydın görünür, bir sıra ilə. Sonra başqa bir rəng olsun, tutaq ki, yaşıl olsun. Sonra T 4. Sonuncu hərfi isə görürsünüz ki, L hərfidir. L hərfi də 5-dir. Bütün hərflərin, deyir ki, hər hərf bir rəqəm əvəzidir. Hərflərin hansı rəqəm əvəz etdiyini tapdıq. İndi fikir verin. L bizim üçün L 5 idi. Görürsünüz, eyni rəngdə. Buraya yazıram 5. Sual işarəsi. Sonra I hansı rəngdə idi? I görürsünüz ki, 0-dır. Sonra R-nı axtarırıq. R hansı rəngdir? 2. Qırmızı rəngdə 2-dir. 502 A yoxdur. Gəlin cavablara baxaq uşaqlar. 503 olmaz. 520 də olmaz. 502 ilə 2 dənə variant qalır. Ya 5028 olacaq, ya da 5021 olacaq. Amma uşaqlar, 8-in nə olduğunu mən bilirəm. 8, baxın, F hərfidir 8. Bura 8 yaza bilmərəm. 8 F hərfidir axı. Ona görə A variantı getdi. Deməli, A bizim üçün 1 imiş. D variantı. Bu 8-in F olduğunu bilirəm. Bura 8 yaza bilmərəm. 1 yaza bilərəm, amma 1 yuxarıda verilməmişdir. Burada məntiq bu idi, D variantı. Aşağıda verilən ardıcıllığa görə B çıxısının A fərqi neçədir? Uşaqlar, ardıcıllıq nədir? Yəni, müəyyən bir qanuna uyğunluqla ədədlər irəliləyir. Burada fikir versəz, biri 3-ə vurub, 3 alıb, 3-ün üstünə 2 gəlib, 5 alınıb. Sonra 5-i 3-ə vurub, 15 alıb, 15-in üstünə 2 gəlsək, 17 alıb. 17-ni 3-ə vursaq, 51. 51-in üzərinə bu dəfə A-nı tapmaq üçün, görürsünüz, hər dəfə 3-ə vurur, 2 gəlir, 3-ə vurur, 2 gəlir, 3-ə vurur, bu dəfə 2 gəlməlidir. Növbə 2-ni toplamaqdır. 51-in üstünə 2 gəlsək, çox rahatlıqla 53 alarıq. A 53-dür. 53-ü də 3-ə vurmalıyıq. Növbə 3-ə vurmaqdadır. 53-ü 3-ə vursaq 159 alınır. Birbaşa yazdım. Yəqin ki, siz də beyninizdə hesablaya bilirsiniz. Deməli, 159. Sonda tapdıq A-nan B-ni. Və soruşur ki, B çıxısına neçə olar? 159 çıxısın 53 bərabər də 106. Özünüz də çıxa bilərsiniz, yoxlaya bilərsiniz. 5-ci sual. Aşağıda verilən vurma əməlinə görə ulduz simvolunun yerinə uyğun gələn rəqəm neçədir? Deməli, uşaqlar, burada nə etmək lazımdır? Birincisi, ulduz görürsünüz ki, hər yerdə eynidirsə, yəni hər hansı bir rəqəm olacaq. Ya 5 olacaq, ya 6 olacaq hər biri. Yəni, bunu siz tapmalısınız. Çox asanlıqla görünür, onsuz da cavab. Variantları da bir yerinə qoyub hesablaya bilərsiniz. Amma sonda bu neysə vurur və sonda 6 alır. Amma ya 6 ola bilər, ya 5 ola bilər. Buradan düşünə bilərik. 6 ola bilməz, çünki 6-nı 1-ə vursaq 6. 6-nı 3-ə vursaq 18, 8 olacaq. Bax, 8, 6, 6 olmayacaq. Hər biri eyni rəqəm olmalıdır. 5-i sınayaq. 5-i 1-ə vursaq 5. 5-i 3-ə vursaq 15. 1 yadda. 5-i 1-ə vursaq 5. 1 yadda 6. Hər şey yerində oturur. Ona görə cavab D variantı. Çox maraqlı sual. Bunu həll etmək üçün bu cür sualları alt-alta yazmalıyıq. Deməli, A, B 3 rəqəmli ədəddir. A, B isə 2 rəqəmli ədəddir.
Toplayanda deyir ki, toplayanda 641 alınır. 641. İndi fikir verin. Bunu alt-alta yazanda çox asanlıqla tapmaq olur. Çünki burada B var. Gəlin bunu silim, yaxşı görsənmir. Başqa rəngdən olsun. B. Uşaqlar, 3-ün üstünə neçə gəlsək, 1 alınır. Təbii ki, burada 11 alına bilər də, 1 alınası deyil ki. 3-ün üstünə 8 gəlsək. B 8 imiş. Bax, burada qeyd edeyim. B bərabərdir 8-dir. B 8 isə gətirib, bax, burada 8 almışıq artıq. B-ni 8 almışıq. Gətirib burada da yerini qoyuruq. İndi 8-in üstünə neçə gəlsək 4 alınır. Heç nəsə təbii ki. 8-in üstünə. Deməli, əslində 6 gəlsəm 14 deyir. Amma bir yadda var idi axı. Çünki 8-in üstünə burada 3 gəlmişik. 11 deyir. Ona görə 8-in üstünə 5 gəlim ki 13 alınsın. Bir yadda 14. Burada da 5, bir yadda 6. Yəni qısacası yazıram. 583-ün üzərinə 58 gəlsək 1 yadda 14, bir yadda 641 alınır. Yəni ki bizim A'larımız görürsünüz ki 5'dir. Bax, bu da A'lar. Bizim B'lərimiz isə 8'dir. Bizdən də nə istəyir sonda? Deyir ki, A vursun B'ni. Yəni 5 vurulsun 8 bərabərdir 40 alınır. Əməllər sırası, deməli, misal verib olduğuna görə ədədlərin arasında hansı əməl işarələri yazılar. Bunu bütün bir variantları yoxlamaqla tapmalısınız təbii ki. Mən birbaşa yazacağım. Siz bütün variantları sınaya bilərsiniz. B variantıdır. Necə alırıq? 45 bölünsün 15 bölünsün 3 vurulsun 5 düzgün olar. Niyə görə? Çünki əməllər sırasına görə bölmə və vurma əməlləri gəlirsə, soldan sağa doğru sırayla yazırıq. 45-i 15-ə bölsək, uşaqlar, birinci bu əməl etməliyik. 45-i 15-ə bölsək 3 alınır. Sonra 3'ü də yenə 3'ə bölürük. 3'ü 3'ə böləndə 1 alınacaq. 1'i 5'ə vursaq, sonda 5 alınır. O da görürsünüz ki, sonda 5 yazır. Məsələn, A variantı niyə olmaz? A variantını yazın, siz də baxın. 45 sonra bölünsün 15 yazıb. Çıxılsın 3 yazıb. Vurulsun 5 yazıb. Bərabərdir. Əməllər sırasına görə birinci bölmə, sonra vurma, sonra çıxma əməl etməli. 45-i 15'ə bölsək, ümumiyyətlə 3 alınır. 3'ü də 5'ə vursaq 15 alınır. 3'dən də 15 çıxsaq, ümumiyyətlə mənfi cavabı alınacaq. Yəni düzgün bir şey alınmayacaq. Yəni ki, burada B variantı alınır. Digər variantlarda C-nə, D-nə yoxlaya bilərsiniz. Bunlar da olmur. Keçdik 8-ci suala. Rəqəmləri cəmi 19 olan ən böyük 4 rəqəmli ədəd ilə rəqəmləri cəmi 8 olan ən kiçik 4 rəqəmli ədədin cəmi. Birinci ən böyük axtarıram. 4 rəqəmli dediyi üçün 4 dənə xətt çəkirəm. Rəqəmləri cəmi 19 olan ən böyük. Ən böyük deyirsə 9-dan başlayıram. 9. Sonra 9, 9'un üstünə 9, 18 deyir. 19 olması üçün 1 yazmalıyam. 1, 0. Ən böyük ədəd oldu 9910. Rəqəmləri cəmi 8 olan ən kiçik deyirsə yenə 4 rəqəmli deyir. 1'dən başlamalıyam. Sonra 0, sonra 0. 8'i tamamlamaq üçün bir də 7 yazmalıyam da. 1'in üstünə 7 gəlsə 8 alınaraq. Ən kiçik də budur. Bunları da cəmləsək, B variantı alınır. Özünüz toplaya bilərsiniz. 9-cu sual. 4 vurulsun ulduz üstə gələk. 3 vurulsun kvadrat bərabər 17 olarsa, 3 bucaq və kvadratın cəmini tapın. Burada nə etməliyik? Burada birinci vurma əməlini, sonra yenə vurma əməlini, sonra toplama əməlini etməliyik. 4'ü fikirləşməliyik. Yəni burada qısaca məntiq sualıdır. Fikirləşməliyik ki, nə yazsaq alınır. 4'ü 2'yə vursaq 8 alınır. 3'ü də 3'ə vursaq 9 alınır. 8, 4 2 8, 3 9, 9 üstə də 8, 17. Yəni ulduz 2'dir, kvadrat 3'dür, cəmi 5. Sunayın doğum günü 12 yanvardadır. Hal-hazırda 11 yanvar saat 21:43'dür. Sunayın ad günündən 2 dəqiqə qalır. Yəni Sunayın ad günü gecə saat 00:00-da olacaq. Çox az saat qalıb Sunayın ad günündən. 21:43'dən belə qısa məntiqlə 21:43'dən siz 21:43 10'a qalıb 17 dəqiqə, düzdürmü? Bunu bilirsiniz yəqin ki. 10'a qalıb 17 dəqiqədirsə, ona görə 22:00-a qədər
17 dəqiqə götürdük. Sonra 22:00-dan 22:00-dan 00:00 kimi, yəni gecə saat verdim də 12-yə kimi. Burada da 2 saat qalıb. 2 saat da buradan qalıb. 2 saatımız 120 dəqiqədir. Yəni 120 dəqiqə oradan götürdük 2 saat. 120-nin üstünə də 17 deyərsək 137 dəqiqə alınır sonda cavab. Keçdik 11-ci suala. Ən kiçik 6 rəqəmli ədəddən 22 çıxsaq. Ən kiçik 6 rəqəmli ədəd nədir? 1000000, yəni 100.000. Ən kiçik 6 rəqəmli ədəd. Görürsünüz 6-dır və ən kiçik olduğunda ən kiçik etmək üçün təbii ki 1 və 0-larla başlamalıyıq. 22 çıxsaq. 22 çıxaq görək neçə alınır. 10-dan 2 çıxsaq 8. Burada 9 qalıb. 9-dan 2 çıxsaq 7. Burada 9 qalıb. Çünki 1 götürmüşük qonşumuzdan. Yenə burada 9 qalıb. Burada da 10 olmayıb. 9 qalıb. 1 qonşudan götürmüşük. Ona görə cavab 99.978 alınır. Rəqəmləri cəmi neçədir? Baxın rəqəmləri cəmi. Rəqəmlərin cəmində nə var ki, hesablanmağa? 9-un üstünə 9 gəlsək, üstünə 9 gəlsək 27, 27-nin üstünə də 15 gəlsək 42. Özünüz də toplaya bilərsiniz. 12. Bidonda 60 litr süt var. Sütün yarısı 5 litrlik, qalanı isə 3 litrlik qablara dolduruldu. Cəmi neçə qab lazımdır? 60 litr süt var. Yarısı 60'ın yarısı 30 litre düşür. Yarısı da 30 litre düşür. Deyək ki 30 litr sütün yarısını 5 litrelik qablara, 30'u 5 litrelik qablara doldururuqsa 30'u 5'e bölərik, 6 dənə qab alınır. Qalanı isə qalan yenə 30 litr qalıb da. Bunun qalanı 30 litrdir. Bu 30 litri də bölük 3'ə ki, görək 10 qab alındı. 3 litrelik qablara. 10 qab burada var, 6 qab burada var. Sonda 16 qab lazım oldu. 3 fərqli natural ədəd. Xətt çəkirəm. 3 fərqli natural ədədin hasili ən az neçə olar? Fərqli dediyi üçün və ən az dediyi üçün natural ədədlər 1-dən başlayır. 1, ən az dediyi üçün 2 və 3. Bir-birinə vursaq 6. Çox sadə misal. Hasili ən az 6 ola bilər. Gülər Yağmurdan 3 yaş. Bunları yazaq. Gülər Yağmurdan 3 yaş kiçikdir. Məsələn, Gülərə özümüzdən yaş versək, Gülər 10 yaş, Yağmur isə 13 olsun, çünki Gülər Yağmurdan kiçikdir. Aysudan isə 4 yaş böyükdür. Gülər Aysudan 4 yaş böyükdür. Bunda Aysu, baxın, Gülər Yağmurdan 3 yaş kiçikdir. Onu yazıq. Gülər Yağmurdan 3 yaş kiçikdir. Aysudan isə 4 yaş böyükdür. Yəni Aysunun 6 yaşı var imiş ki, Gülər Aysudan böyükdür 6 yaş. 4 yaş. Aysunun 7 yaşı varsa, Aysunun 7 yaşı var. Yox, burada şərtlər verilib. Gəlin başdan başlayaq. Aysunun 7 yaşı var. Aysunun 7 yaşı var. Gülər Yağmurdan 3 yaş kiçik. Bəli, Gülər burada Aysudan 4 yaş böyükdür deyir. Yaxşı. Bunda 11 yazaq Gülərə. Sonra isə Gülər Yağmurdan 3 yaş kiçikdir. 3 yaş kiçikdirsə Yağmur 14 yaşı var da. Gülər Yağmurdan bölündə 3 yaş kiçikdir və Yağmurun neçə yaşı var? 14. Keçək 15-ci suala. Ardıcıllığı pozan ədədi tapın. Ardıcılığın pozan ədədə baxaq. Görək ardıcıllığımız nədən ibarətdir? 13-ün üstünə 4 gəlib 17. 17-nin üstünə 5 gəlib 22. Deməli 5 yaş, sonra 22-nin üstünə 5, daha doğrusu 5 gəlir, 22-nin üzərinə 6 gəlsək 28 alınır. 28-in üzərinə də bax 4, 5, 6 bu dəfə də 7 artmalıdır əslində, amma 28 üstünə 6 gələndə 34 deyir axı. Burada 34 pozur. Əslində 7 gəlməliydik. Yəni ardıcıllıq 4, 5, 6 formasında və 7 formasında artmalıydı. Burada 35 olmalıydı. 34 pozur. Bu qədər. Lisey hazırlıq sınağı 1-dir. Bu bizim üçün 4-cü sinif suallardır. 5-ci və 6-cı sinif suallarında izahlarını paylaşmağa çalışacağım. Kanalımıza abunə olub paylaşmağı unutmayın. Digər suallarda il ərzində liseye qəbul olmaq istəyən şagirdlər üçün və yaxud da 4-cü, 5-ci siniflərdə təkmilləşmək istəyirsə, yəni 6-cı sinifdə çünki liseye qəbul imtahanı verə bilirlər. Təkmilləşmək istəyirlərsə videolarımızı davamlı olaraq izləyə bilərsiniz, yararlana bilərsiniz.
Mütləq həmişə də, yəni bunu bəlkə də əvvəldən deməliydim, amma növbəti videolarda əvvəlcədən belə deyim də, sualları əvvəlcədən özünüz oxuyun, sonradan izaha baxın. Yəni əvvəlcədən özünüz etməyə çalışın bütün sualları. Daha sonra izaha baxsanız sizin üçün belə deyim də keyfiyyətli olaraq inkişaf edərsiniz. Bugünlük bu qədər. Bu suallar bu qədər. Növbəti video izahlarda görüşənədək sağ olun.